Artıq pizza sobası tamamlanmaq üzrədir. İnşallah yəqin ki, sabaha dadıqca. Nə vaxt inşallah? İnşallah sabaha birisi günə tam yekunlaşdırarıq inşallah. İnşallah, hə. İnşallah sabah bir günə qutaracaq. Hazır formasında yenə inşallah gəlib çəkəcəm sizlər üçün. Yəni baxasınız ki, yəni bu materiallarla necə gözəl pizza sobası hazırlanır. Bəzi müştərilər var ki, bizə rəylərdə irad bildirirlər ki, usta deyilsiniz, niyə paylaşırsınız falan filan. Amma bu belə deyil. Yəni bu kərpicə kimsə baxıb, yəni oradan nə anlaya bilər? Yəni bu kərpic paletdə və ya açıq formada bunun nə işə yaradığını heç kim bilmir. Düz deyirəm usta? Bəli, bəli. Amma artıq belə bir soba tikəndə maşallah. Yəni buna oxşar kərpiclər var. Yəni çox adam, çox ustalar aparır, ondan istifadə edir. O da effektsizdir. Amma sırf bundan istifadə edir. Amma bu sobanın ümumi formasını biz sizə tikilən formasını göstəririk ki, bu materiallar harda istifadə olunur, necə istifadə olunur və necə gözəl görsənir. İnşallah indi bu hazır olandan sonra restoranda da o pişən vaxtı, istifadə olunan vaxtı onu da paylaşacağıq. Bəli. Artıq müştərilər yəni aldıqları materialları necə görsəndiyini, hansı keyfiyyətdə olduğunu görə bilirlər. Yəni əsas niyyət budur. Yəni kimsə fikirləşməsin ki, biz usta deyirik, bunu paylaşırıq, yəni onları çaşdırırıq. Xeyr, bu belə deyil.